Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumma accil və likal farac. Salam dəyərli vətənlərimiz, xoş gördük hər birinizi. Ümidvarıq bu müqəddəs qədr gecələrində qıldığınız namazlar, saxladığınız əhyalar, etdiyiniz dualar Allah dərgahında tezliklə qəbul olar. Quran-ı Kərimdə Qədr surəsi var ki, çoxlarınız bu qədr gecələrində və yaxud da namazlarınızda, gündəlik namazlarınızda bunu oxuyursunuz. Buyurur, həqiqətən də biz bu Quranı qədr gecəsində nazil etdik. Nə bilirsən qədr gecəsi nədir? Nə bilirsən nə məqsəd bunun nə qədər dəyərli və uca olduğudur. Və bu gecənin 1000 aydan daha fəzilətli və xeyirli olduğunu qeyd edir və davamında buyurur, o gecədə biz mələkləri və ruhu nazil etdi, yer üzərinə göndərdi ki, zamanənin höccəti o zaman Peyğəmbər idi və davamında günümüzdə də zamanəmizin sahibi İmam Zaman əleyhissalama nazil olur. Və insanların müqəddəratı bəlli olur, təyin olunur mələklər və ruhun vasitəsilə. Bugünkü mövzumuz ruhun barəsində olacaq. Çox alimlər bunun haqqında açıqlamalar veriblər, kitablar yazıblar. Quran-ı Kərim özü buna bir neçə yerdə işarə edib və bugünkü mövzumuz da elə bunun barəsindədir. Xatırlayırsa biz ötən videomuzda birinci qədr gecəsində nəfs barəsində danışdıq və nəfsin 3 halı, 3 halətindən ki, nəfs-i əmmarə nədir, nə deməkdir, funksiyası nədir, işi nədən ibarətdir. Daha sonra nəfs-i ləvvamə nədir və o cümlədən də sonuncu nəfsin növü olan nəfs-i mutmainnədən danışdıq. Amma bugünkü mövzumuz ruhun barəsindədir və bunun nəfslə olan əlaqəsindən ikinci qədr gecəsində diqqətinizə çatdırmağa çalışacağım. Hədis və rivayətlərə və həmçinin Quran ayələrinə əsaslananda biz ruhun barəsində bir neçə nöqtəyə rast gəlirik. Əsasən də hədislərimizdə ruhun haqqında 5 növ qeyd olunub. 5 növ ruh qeyd olunub. Bir müştərək ruhdur və həyat verən ruh, bədən ruhu, qüvvə ruhu və şəhvət ruhu. Bunların üçü də birdir, birinci ruh növünə aiddir və bunların işi insanı yaşatmaqdır. İrqindən, cinsindən, dinindən, milliyyətindən, rəngindən asılı olmayaraq bütün insanlarda bu var. Bu növ ruh bütün bəşər övladlarında var, mövcuddur. Və işi də budur ki, insanı yaşadır. İnsanın qidalanması, insanın həyatını davam elətdirməsi, sevməsi, aşiq olması, ailə qurması, övlad dünyaya gətirməsi, bütün qəzəblənməsi, kiməsə qarşı məhəbbət bəsləməsi, hər bir şey bu ruhun vasitəsilə yaranır insanda. Bədən, qüvvə və şəhvət ruhu. Bu üçünün vasitəsilə insanda var olur və yaşayır. Olur birinci mərhələli ruh. İkinci mərhələli ruh iman ruhudur. Ki, Quran-ı Kərimdə Allah Teala onun haqqında ayədə buyurur ki, möminlərin xas olan ruhdur. Ona görə də Allah Teala möminləri vəsf edəndə bu ruha işarə edir. Möminləri Allah Teala bizə tanıtdırmaq istəyəndə necə insanlardır, kimlərdir? Çünki bu ruh mömin bəndələrə verilir, iman ruhu onun üçün. Allah Teala buyurur ki, Allah onların qəlblərinə iman yazıb və özündən olan bir ruhla onlara yardım edir və kömək edir. O ruh da iman ruhudur. Bir kəsi ki, biz baxırıq, deyirik filan kəs mömin insandır, onun mömin və qeyri-möminin bir-birindən ayırt edən və fərqləndirən elə bax bu iman ruhudur. İnsan, bu keçən videomuzda da qeyd etmişdik, nəfs-i əmmarənin zəncirlərindən qurtulandan sonra, xilas olandan sonra nəfs-i ləvvaməyə ki sahib olur. Nəfs-i ləvvamə də dedik nədir? Nəfs-i əmmarə buydu ki, insanı pislikləri əmr edir. Daima insana pis yola çəkir, sövq edir, pis işləri insana əmr edir. Amma nəfs-i ləvvamə budur ki, insanı daima danlayır. Nə üçün filan günahı etdin? Nə üçün bu işi gördün? Nə üçün məsələn filan harama əl uzatdın? Bax, bu nəfs-i ləvvaməyə ki insan sahib olur və özünü artıq belə deyə islah etməyə başlayır. Allah Teala orada ona o iman ruhunu belə deyək verir və hədiyyə edir əslində onun üçün.
insan üçün bir hədiyyədir həqiqətən də və bu iman ruhunun funksiyası nədən ibarət olur? İnsanı təqvalı edir. Yəni təqvada ona deyərlər ki, Allahın haram buyurduqlarından çəkinir, vacib buyurduqlarını isə yerinə yetirir. Buna deyərlər təqva. Bu təqvada iman ruhunun sayəsində ələ gəlir və İmam Sadiqdən rivayətimiz var ki, insan böyük bir günaha mübtəla olmadıqca, yəni böyük bir günah insandan baş vermədikcə bu iman ruhu insanı tərk etməz. Və bu iman ruhu digər birinci dərəcəli ruh ki, dedik, bədən, qüvvə və şəhvət ruhu idi. Bundan əhatəsi daha genişdir və insanın bir sıra mətləbləri, bir sıra mövzuları artıq dərk etməyə başlayır. Bir sıra həqiqətləri görməyə başlayır. İnsanın idrak qüvvəsi daha genişlənir, daha güclənir. İman ruhunun belə deyək, funksiyalarından biri də budur. Və iman ruhu hansı insanda olsa, o insan artıq təqvalı insan sayılır və mömin insan sayılır. Və bu ruhun özünün bir nuru var. Belə deyək, Allaha doğru ki, irəliləyirik, şeytan və onun ordusu tərəfindən bizim üçün zülmət yaradılıb ki, yolumuzu azaq. Bu iman ruhu bir nur olaraq bizim üçün kömək edir ki, ilahi yolda çaşmayaq, yolumuzu itirməyək və yolumuzu azmayaq, yolumuzu işıqlandırır. Ki, Quran-ı Kərimdə Allah Taala bir ayədə bunun haqqında buyurur ki, ey iman gətirənlər, Allahdan qorxaraq onun elçisinə iman gətirin. Və əgər belə etsəz, sizə bir nur verərəm ki, onun köməkliyi ilə hərəkət edərsiniz. Yəni, sırat-ı müstəqimdə Allaha doğru olan düz yolda o nurun vasitəsilə, o iman nurunun, iman ruhunun vasitəsilə hərəkət edərsiniz və yolunuzu azmazsınız. Bu ruha deyərlər iman ruhu. Bir digər ruh isə bunlardan daha üstündə, bunların fövqündə qərarlaşır və qərar tapır. Ona deyərlər müqəddəs ruh. Bu müqəddəs ruh bizlərdə olmaz. Müqəddəs ruh peyğəmbərlərə xas olan bir ruhdur və onun özünün də dərəcələri var. Çünki peyğəmbərlərin özünün məqamlarının fərqləri və dərəcələri var. Onun özünün də dərəcələri var. Müqəddəs ruhun da dərəcələri var. Məsələn üçün 124 min peyğəmbərin hər birində bəllidir ki, məqam cəhətdən onların fərqləri olduğu üçün ruhları da, müqəddəs ruhları da eyni ola bilməz. Müqəddəs ruh Allahın o bəndələrinə verilir ki, peyğəmbərlik funksiyası onlara verilib, missiyası onlara verilib və işləri budur ki, qiyamət günü ilə bağlı insanları qorxutsunlar və günahlardan çəkindirsinlər və xəbərdarlıq etsinlər. Yəni, hidayət etmək üçün lazımdır. Amma bu ruhun özünün funksiyası nədən ibarətdir? Bu ondan ibarətdir ki, peyğəmbərlər vəhyi qəbul edə bilsinlər bu ruh vasitəsilə. Vəhyi qəbul edə bilsinlər. Çünki ağır bir məsələdir vəhyin məsələsi üçün. Rivayətlərdə qeyd olunur ki, peyğəmbər vəhiy nazil olunan zaman haldan hala düşərdi, haləti dəyişərdi. Hətta bəzi yerlərdə buyurur, bədənində təb yaranardı, yəni qızdırma yaranardı. Bəzi yerdə bədəni lərzəyə gələrdi, titrəyərdi o vəhyin ağırlığından, vəhiy məsələsinin nə qədər ağır olduğundandır, ondan qaynaqlanır. Onun üçün də belə bir ciddi məsələdə lazımdır ki, bu şəxsdə peyğəmbərlik missiyası ona yüklənib, bu şəxsdə o vəhyi qəbul edə bilmək üçün bir müqəddəs ruh olsun. O müqəddəs ruhun gücü yetir ki, o vəhyi qəbul edə bilsin. Fəlsəfəçilər bu ruhun barəsində buyururlar ki, ruh özü əmr aləmindən olan bir varlıqdır. Eləcə də mələklər kimi o da əmr aləminə sahibdir. Çünki xüsusilə Əllamə Təbətəbai bunun barəsində buyurur, deyir, Allahın bir əmr aləmi deyilən bir aləmi də var ki, yaradıb oradan. Quran-ı Kərimdə də buna bir neçə yerdə işarələr olunub. O cümlədən Quranda ki, Allah Taala buyurur, səndən ruhun haqqında soruşanda, ey Peyğəmbər, de, o mənim əmrimdəndir. Yəsəlunək anil ruhi, qulil ruhi min əmri Rabbi. Səndən ruh haqqında soruşacaqlar, sən deyirən, ruh mənim əmrimdəndir, mənə Allahın əmrindəndir, yəni açıqlamasında fəlsəfəçilər əmr aləmindəndir. Yəni, əmr aləminə xas olan bir varlıqdır. Onun özündə dediyimiz kimi, müqəddəs ruhun da dərəcələri var. Bizim Peyğəmbərimiz sonuncu Peyğəmbər olduğu üçün, missiyası daha ağır olduğu üçün və gətirdiyi din daha geniş bir kütləni əhatə etdiyi üçün, bütün bəşərə gəldiyi üçün, o cümlədən qiyamətə qədər bundan sonra digər bir dinin gəlməyəcəyi üçün məlum məsələdir ki, belə bir dinin peyğəmbəri də məqam cəhətdən digərlərin peyğəmbərlərdən daha üstün olacaq. Belə olduğu halda
onun müqəddəs ruhu da digərlərindən daha güclü olacaq. Daha geniş bir sahəni əhatə edəcək. Və bu onlarda bəsirətin açılmasına səbəb olur. Müqəddəs ruh hər hansı bir peyğəmbərə verildiyi andan etibarən o peyğəmbərdə bəsirət açılır və eyni ilə və bununla yanaşı da artıq o pərdə arxası məsələləri daha dəqiqliklə görə bilir. Dediyim kimi, digər bir məsələ isə mələklərlə irtibat yarada bilir, əlaqə qura bilir və vəhyi qəbul edə bilir. Ki, ən çətinlərin məsələlərdən ən çətini də elə budur. Və rivayətlərə diqqət edəndə biz görürük ki, ruh mələklərdən üstün bir varlıqdır. Ruh mələklərdən üstün bir varlıqdır. Biz Nəhl surəsində bunun haqqında bir ayə ilə rastlaşırıq. Buyurur, mələkləri öz əmrindən olan ruh ilə bəndələrindən istədiyinə nazil edər. Burada buyurur, mələkləri öz əmrindən olan ruh ilə birlikdə bəndələrindən. Yəni, mələk ayrı bir varlıqdır, ruh ayrı bir varlıqdır. Və buradan da bu nəticəyə gələ bilir ki, ruh ki, Qədr surəsində də qeyd olunub, tənəzzəlul mələikətü və ruh. Bu ruh mələklərdən də üstün bir varlıq olduğu üçün Allahın ona ən yaxın olan bəndələrindən və varlıqlarından biridir. Ruhun özünün bir digər funksiyası da bu mələklərə müdiriyyət etməkdir, onların işinə nəzarət etməkdir, onlara yardım etməkdir, kömək etməkdir. Hətta mələklər ki, Allah Taala'dan vəzifələrin, bəzi mələklərin, o cümlədən Cəbrail əleyhissalamın ki, Allahın ən müqəddəs mələklərindən biridir, işlərindən və vəzifələrindən biri budur ki, Allahdan vəhyi qəbul edib, gətirib bizim peyğəmbərə və yaxud da digər peyğəmbərlərə nazil etsin, elə o da bu ruhun sayəsində və vasitəsilə baş tutur. Bu ayə ki, oxuduq, tilavət etdik, buna əsaslansaq. Çünki biz bəzi yerdə görürük ki, Allah Taala buyurur ki, heç şübhəsiz o, Cəbrail, o Qur'anı sənin qəlbinə nazil edib. Bir tərəfdən görürük ki, Allah Taala Cəbrail əleyhissalama işarə edir ki, vəhyi peyğəmbərimizə, Qur'anı peyğəmbərimizə Cəbrail əleyhissalam gətirib. Amma digər ayədə isə buyurur, mələkləri öz əmrindən olan ruh ilə bəndələrinə o göndərir, nazil edir. Və buradan da bu ələ gəlir ki, mələk ayrı bir varlıqdır, Cəbrail əleyhissalam və ruh ayrı bir varlıqdır. Hətta Cəbrail əleyhissalam öz işini belə yerinə yetirə bilməsi üçün ruhun yardımına və köməyinə ehtiyacı var. Yəni, ruhun bir işi bu oldu ki, mələklərə kömək edir ki, Allahdan vəhyi qəbul etsinlər. Digər bir işi budur ki, mələklər gətirib bu ruhu peyğəmbərlərə nazil etsinlər. Digər bir işi budur ki, peyğəmbərlərdə mövcud olur ki, bu vəhyi qəbul edə bilsinlər. Çox müqəddəs və mürəkkəb bir varlıqdır bu ruh. Və Allahın rivayətlərə əsaslansaq, yaratdığı ən müqəddəs və ən üstün varlıqlardan biridir bu ruh. Ruhun özü digər bir funksiyası budur ki, mələklər insanla birbaşa irtibat yarada bilmirlər, əlaqə yarada bilmirlər və bizim bu maddi aləmimizdə qərar tapa bilmirlər. Çünki biz bir insan olaraq, bir varlıq olaraq, bizim yurdumuz, yuvamız buradır, maddiyyat aləmidir. Mələklərin yurdu yuvası isə, belə deyək, əmr aləmidir, eyni ilə ruhda olduğu kimi. Amma mələklərin ruhdan fərqi bundan ibarətdir ki, mələklər bizim aləmdə qərar tapa bilmirlər. Qərarlaşa bilmirlər bu maddi aləmdə, amma ruh isə qərarlaşa bilir, bizim bu cismimizin vasitəsilə. Ruhu əmr aləmindən süzülür, müxtəlif aləmləri, ağlı aləmin keçir, bərzəx aləmin, misal aləmi də deyirlər ona, onu da keçir, oradan süzülür və maddi aləmə daxil olur və bizim cismimizdə qərarlaşır və biz bu cismin vasitəsilə ki, hərəkət edirik, onu hərəkətə gətirən elə bax o ruhdur. Ruhun özünün də ki, maddi aləmdə qərarlaşanda dedik ki, mərtəbələri var, şiddət və zəif deyirlər ona, zəifliyi və qüdrəti var. Ən zəif olan məqamı ruhun elə birinci bədən, qüvvə və şəhvət mərhələsidir. Bütün insanlarda var. Dediyimiz kimi, millətindən asılı olmayaraq, rəngindən, yaşından, irqindən. Elə ki, insan bu dünyada ana bətindən xarici olmamışdan öncə var olur, mövcud olur. O prosesi də bilirsiniz, özü Allah Taala Quran-ı Kərimdə buyurur onun mərhələlərin. İnsan bir nütfədir, nütfədən sonra nəyə çevrilir, ondan sonra çeynəlmiş ət formasıdır, sümükdür, daha sonra ana bətindən xaric olur və bu mərhələdə artıq ruh insana bədəninə qoşulur və onunla birlikdə bu dünyada var olmağa və yaşamağa başlayır. Sonda videomuzun son hissəsində mən bir rivayəti də xidmətinizə çatdırım.
Həzrət Əli əleyhissalamın özündəndir bu rivayət. Buyurur ki, Əli əleyhissalam peyğəmbərlərin hər birində Adəmdən ta Xatəmə qədər hər biri hansı elmə sahib olubsa, hansı qüdrətə sahib olubsa, hansı fəzilət və kəramətə sahib olublarsa, biz Əhl-i Beyt onların hamısına birlikdə sahib olmuşuq. Bu da onu göstərir ki, Əhl-i Beyt əleyhissalamın özündə də bu müqəddəs ruh olub və özünün ən yüksək mərtəbəsində olub. Dediyimiz kimi, mən qeyd etdim onu sizin üçün, müqəddəs ruhun özünün də dərəcələri və fərqləri var. Çünki peyğəmbərlərin məqamları fərqli olduğu üçün biz görürük 124 peyğəmbərin hər biri eyni məqamda və eyni mərtəbədə olmayıblar. Biri daha üstün olub, biri digər ondan rütbə və məqam cəhətdən daha aşağıda olub. Məsələn, rivayətdə var ki, 70 peyğəmbəri bir gecədə Bəni İsrail qətlə yetirib. Bu onu göstərir ki, peyğəmbərin bəziləri öz ailəsi üçün gəlib, bəziləri öz yaşadığı mühit və məhəlləsi üçün gəlib, öz qohum aqrabası üçün gəlib. Və məlum məsələdir ki, o peyğəmbərlərlə digər ulul-əzm peyğəmbərlərin məqamlarında fərq var. Ortaq nöqtələri budur ki, müqəddəs ruha sahibdirlər. Fərqləri isə bundan ibarətdir ki, bunun sahib olduğu müqəddəs ruhun qüdrəti digərindən zəifdir, azdır. Digərindən daha azdır. Və bizim peyğəmbərdə isə və onun canişinlərində olan müqəddəs ruh digərlərindən və digər peyğəmbərlərin canişinlərində olan müqəddəs ruhlardan daha üstün olub. Və siz təsəvvür edin, belə bir müqəddəs ruha, belə bir pak və uca məqama sahib olan şəxs Əli əleyhissalam ancaq ruhun birinci mərtəbəsinə sahib olan, ancaq şəhvətdən ibarət olan bir ruha sahib olan insan tərəfindən qətlə yetirilir. Və onun haqqında bu ifadələrə işlədirlər ki, Əli necə qətlə yetirildi? Deyirlər, Əli məsciddə namaz qılırdı. Sual doğrulur ki, Əli məgər namaz da qıla bilər? Və yaxud da namaz da qılırdı. Ən yüksək müqəddəs ruh məqamına sahib olan şəxs onun barəsində insanları şübhəyə salmağa çalışıblar ki, məgər o namaz da qıla bilir? Namazın özü elə Əli əleyhissalamdır. Orucun elə özü Əli əleyhissalamdır. Quranın özü elə Əli əleyhissalamdır. Biz həyatımızda nə qazanırıqsa, bu pak və müqəddəs ruhun sahibi olan Həzrət Əli əleyhissalam, onun övladları, yəni Peyğəmbər və onun Əhl-i Beytinin sayəsində qazanırıq. Mənəvi cəhətdən biz hər nə kəsb etmişiksə, onların sayəsində və onların duaları əsasında və onların bərəkətlərinin sayəsindədir. Ki, ümidvarıq Allah Taala bizləri dünya və axirətdə onlardan ayrı salmaz. Və siz dəyərli vətənlərimizdən də xahişimiz budur ki, bu ilki Novruz bayramımız Həzrət Əli əleyhissalamın şəhadəti ilə və qədri gecələri üst-üstə düşdüyündən bu ili Həzrət Əli əleyhissalamın hörmətinə qeyd etməyək. Ömrümüzün bir ilini Həzrət Əli əleyhissalama qurban verək. Arxayın olun, mən sizə əmin edirəm ki, bunun əvəzini artıqlaması ilə Allah Taala qiyamət günündə sizə qaytaracaq. Siz Allahın höccətini, ehtiramını saxlasaq, daha doğrusu hamımız, Allah Taala da bizim ehtiramımızı saxlayacaq və qiyamət günündə bizi cəhənnəm adından və alovundan uzaq eləyər inşallah. Həzrət Əli əleyhissalam və onun övladlarının hörmətinə. Və ümidvarım bu müqəddəs gecələrdə bizlərdə dua edərsiniz, unutmazsınız dualarınızda siz dəyərli həmvətənlərimizin, əziz mömin bacı və qardaşlarımızın pak nəfəs sahibi siz, inancım budur ki, sizlərin duaları Allah dərgahında daha tez qəbul olur. Məxsusən bu gecələrdə xahişimiz budur, bizlər və yaxud da o bacı qardaşlarımız ki, vətəndən uzaqdadırlar və yaxud da vətəndədirlər, amma əsirdirlər, zindanlardadırlar. Onlar üçün də dua edin. Tezliklə Allah Taala onlara ruhən ki, onları iman ruhu ilə əhatə edib, onları ruhan azad qərar verib. İnşallah tezliklə cismi azadlığı da onlara nəsib edər. Qərib yerlərdə olan bacı və qardaşlarımızı, həmvətənlərimizi də, o cümlədən bizləri də dua edərsiniz inşallah. Allah ibadət itaətlərinizi qəbul etsin. Görüşmək ümidi ilə Allah'a əmanədə qalın. Sağ olun.